1988-ci ilin payızı. Xalq azadlığın simvollarından olacaq bu meydana toplaşmışdı. İllərdir zəncirlənmiş biləklər azadlıq naminə düyünlənib yumruğa çevrilmişdi. Son 70 ildə ilk dəfə idi ki, bu qədər etirafçı bir araya gəlirdi. Onları hiddətləndirən isə ermənilərin Topxana meşəsini məhv etməyə başlaması idi. Bunlar sadəcə ağac deyil, şəhəri əhatə edən təbii müdafiə səddidir. İllərin sirlərini səssizliyində gizləyən Topxananın sükutunu isə mərmi səsləri pozdu. Şuşaya ilk raket də bu meşədən atılmışdı. Amma bu 3 il sonra baş verəcəkdi. 1988-ci ilin noyabrında isə ermənilər Cıdır düzü ilə üzbəüz Topxana meşəsində ağacları qırmağa başlayırlar. Və bu hal Şuşalıların qəzəbinə səbəb olur. Axı onların gözü öyrəşmişdi Cıdır düzündən durub Topxana və Çaxmaq meşəsinə baxmağa. Xəbər gəldi ki, onlar gəliblər Topxana meşəsinə, orada ağacları kəsməyə başlayıblar. Biz bir hissə əhali yığışdı Cıdır düzünə, bir hissə oturduq maşına, avtobuslara, gəldik çıxdıq bura. Gəldik çıxdıq bura, erməniləri de, niyə bu ağaçları kəsirsiniz? Dedilər, yaxşı eləyirik, bizimdir, kəsirik. Davamız başladı, onları döydük, buradan qovduq. Onlar birinci, bax bu sağ tərəfdə, düzəngahın ortasında tək armud vardı. Şuşalılar həmişə ora əziz bir xatirə kimi baxardılar ki, tək armud bir növ təkliyin timsalı idi. Onu kəsmişdilər. Güzəştə getməyi sevməyən Şuşalılar baş verənləri Bakıya çatdırır. Bunların araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edirlər. Rəssam Rövşən Bayramov şahidi olduğu o anları ürək ağrısı ilə xatırlayır. Deyir, ömrünün ən gözəl çağlarını vətəndən uzaqda keçirdim. Lakin Şuşalı rəssam yenidən Cıdır düzündə dayanıb. Topxana meşəsində olan bütün təbii sərvətlərdir, qiymətli ağaçlardır, demək olar ki, faunası, florası, demək olar ki, erməni vandalizminin qurbanı olmuşdu. 1988-ci ilin 16 fevralında bir qrup Şuşa əhalisi o vaxt Komünist qəzetində çıxış elədi və orada bütün ermənilərin bu hərəkətini pislədilər. Noyabrın 21-də Volskinin başçılığı ilə nümayəndə heyəti Şuşada oldu və Topxanada gedən bütün işlərin dayandırılması haqqında qərar qəbul etdilər. Amma bu qərar baş verəcək müharibənin qarşısını ala bilmədi. Topxana da Şuşa da işğal edildi və uzun müddət Azərbaycanlı üzünə həsrət qaldı. Amma bir gün geri qayıtmaq vaxtı yetişdi. Qacar ordusunun məhv olduğu Topxana düz 230 il sonra ermənilər üçün də eyni aqibətin yaşandığı məkan oldu. Məqsədi vətən torpağını azad etmək olan Azərbaycan əskəri Şuşaya çatırdı. Meşədə cəmləşən xüsusi təyinatlılar artıq Cıdır düzünün qayalıqlarını görürdü. 44 günlükdə Topxanadan bu istiqamətdən, bax şu kənddir də o gördüyünüz. Oradan bir qrupa girmişdi. Ermənilər o qrupanın qabağını kəsmək üçün yuxarıda nəsə qüvvələr vardı, atmışdılar aşağı. Aşağı atanda o qrupadan 13-14 nəfər şəhərə girə bilmişdi. Biri şəhid olmuşdu, türmədə gizlənmişdilər. Sonra bizim uşaqlar girəndən sonra onlar çıxmışdı. Əsas qrupa qoşunun əksər çox hissəsi buradan girdi. Ayrı-ayrı qruplara bölünən qüvvələr düşməni çaşbaş salmışdı. Şuşanı yaxşı tanıdığı üçün Orduxan Kərimov da əskərlərə bələdçilik edirdi. Kəskin hava şəraiti ilə əlaqədar pilotsuz uçuş aparatlarından istifadə mümkünsüz idi. Ümid ancaq əskərin fərdi bacarığına qalmışdı. Xüsusi təyinatlılar bu tapşırığın da öhdəsindən gəlirlər. Xəlfəli deyilən istiqamətdən 20 nəfər, İsabulağı tərəfdən 20 nəfər. Belə-belə də qrup halında müəyyən yerlərdən ancaq idarə olunmuş halda. Mən öz başına gedim, yox. Raçı ilə deyirlər ki, getdən otdun falan toçkada gözlə. Sizin rəhbəriniz altında Şuşa şəhəri işğaldan azad edildi. 44 günlük zəfər yürüşü Şuşanın azad olunması ilə yekunlaşdı. Yenidən Şuşalılar Cıdır düzündən Topxana meşəsinə baxırlar. 28 il 7 ay işğal altında qalan Topxana meşəsi
Demək olar ki, dağıdılıb, bitki örtüyü, heyvanat aləmi məhv edilib. Bu torpaq, bu şəhər yenidən Azərbaycan xalqına nəfəs verir. Topxana bu dəfə işğalın yox, zəfərə uzanan yolun ünvanı idi. İndi meşədən qalxan külək Şuşa qalasının üzərində ucaldılan üç rəngli, ay ulduzlu bayrağı dalğalandırır. Bir vaxtlar azadlıq şüarlarının əks-səda verdiyi meydan bu dəfə qalib əsgərin addımlarına şahidlik edirdi. İl 2020. İşğaldan azad olunan ərazilərdə dalğalandırılan həmin bayraqlar bu meydanda bir daha nümayiş etdirildi. Qasım Xuluflu, Qadir Əliyev, İTV Xəbər.